Bu isə asfitleyin yağsasıdır. Eyni dərəcə ilə ütülüyürük. Saçını tez-tez ütüləyən və keratindən istifadə edən xanımlar yaxın əyləşsin, diqqətlə izləsin. Termal yanma eşitmişsiniz nədir? Yəqin ki, eşitməmişsiniz. Termal yanma istilikdən yanan saçlara deyilir. Yəni məhsuldan yox. Yanan saçların da onsuz da 90% məhsuldan yanmır. Verilən istilikdən, yəni ütüdən yanır. Bəs niyə ütüdən yanır? Çünki saçlarımız arasında böyük bir fərq var. Gördüyünüz saçın biri asfitleyin yağı zədəli, biri isə tam natural təbii saçdır. Bu saçın üzərində istiliyə qarşı qoruyucu təbii qat var, bu saçda isə yoxdur. Kutukla qatı yoxdur, yəni birbaşa korteksdir. İstilik dəydikcə saçın korteksi incələcək. Hər ikisini eyni dərəcə ilə ütülüyürəm. Bu təbii saçda gördüyünüz saç tam naturaldır, heç bir prosedur olmuyor. Özümüz kəsmişik bu saçı. Yaxından çək. Görürsünüz, saçda heç bir dəyişiklik yoxdur. Saç sadəcə düzləşir və parıldayır. Bu isə asfitleyin yağı saçdır. Eyni dərəcə ilə ütülüyürük. Yaxından çək saçını, daha ütüləyəndə görsünlər. Görürsünüz necə yandığını. Gördünüz? Bu yanıqlar termal yanıqlardır. Bunun artıq burada məhsul yoxdur ki, burada keratin yoxdur. Yaxından çək düşür. Buna görə də yaşanan problemlərin, yanan saçların 90% termal yanmadır. Yəni məhsuldan yanmır. Saçınız istilikdən yanır. Odur ki, saçınızı qeyri-peşkar insanlara etibar etməyin, sonda da saçınız bu saç kimi yanmasın.